Dəyərsizlik duyğumla özümlə görüşürəm, edirəm. Əvvəlkindən daha fərqli yerdəyəm, amma bu duyğunu tamamilə çözə bilmirəm. Nə edim? Biz terapiyada nə edirik? Bu tutaq ki, dəyərsizlik duyğusudursa, bizim terapiyada və yaxud da özümlə görüşürəm də elədiyimiz şey qətiyyən və qətiyyən bunu buradan alıb atmaq, bunu yox eləmək və bunu çözmək deyil. Belə bir şey yoxdur. Hətta tamamilə çözmək bu ümumiyyətlə qeyri-realdır. Çünki sən bunu yaşamısansa, bu sənin həyatının bir parçasıdır. Bizim terapiyada özümlə görüşürəm də elədiyimiz şey bunun ətrafında bir həyat qurmaqdır. Bax, indi bu böyükdür və bunun ətrafı balacadır. Bir dairə təsəvvür elə bunun ətrafında. Bu böyükdür, dairə tutaq ki, buradadır və yer azdır. Bizim terapiyada elədiyimiz şey dairəni böyütməkdir. Bir şeyi çözmək, bir şey ümumiyyətlə getmək, belə bir şey yoxdur. Bizim hədəfimiz belə deyil. Yəni tamamilə çözə bilməyəcəksiniz. Sadəcə onunla yaşamağın daha yaxşı yolunu öyrənirsiniz. Daha rahat yaşaya bilirsiniz. O olsa belə. Biri var ki, bu burdadır və mənim həyatıma o qədər təsir eləyir ki, mən yaşaya bilmirəm. Münasibət qura bilmirəm, incinirəm, həyatımı qura bilmirəm. Bir də var ki, bu burdadır, amma buna rəğmən mənim bir həyatım var. Daha az tətikləndiyim, daha çox yaşadığım, daha çox hiss elədiyim pozitiv duyğuları da və bizim çatmağa çalışdığımız hissə budur. İşləməyə davam eləyin. Yəni çox daha az tətiklənəcəyiniz bir yerə gələcəksiniz. Çox daha dəyərli hiss elədiyiniz bir yerə gələcəksiniz. Amma o dəyərsizlik oradan gedəcəkmi? Getməyəcək. Sadəcə ətrafında bir həyat quracaqsınız və reallıq budur.